Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, yenə də sosial şəbəkədə müxtəlif məktəblərdə valideynlər tərəfindən uşaqlarının hicaba görə dərsə buraxılmamasının şahidi oluruq, belə videolar paylaşılır. Mən xüsusi olaraq məktəb direktorlarının nəzərinə Konstitusiyadan bir çıxarışı diqqətlərini çatdırmaq istəyirəm ki, maddə 42-də təhsil hüququ haqqında söz açılır və Azərbaycan Respublikasının Konstitusiyasına görə 42-ci maddənin 1-ci bəndinə görə hər bir vətəndaşın təhsil almaq hüququ var və bu hüququn bütün vətəndaşlara şamil olunması nəzərdə tutulur. İkinci bənddə isə deyilir ki, dövlətimiz pulsuz icbari ümumi orta, yenə də deyirəm, pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Və Konstitusiyadan sonra digər bir ali qanunverici qurum, Milli Məclisin də icabla bağlı məktəblərdə bununla bağlı hər hansı bir qadağası bugünə yoxdur. Və bu iki qanunu rəhbər tutaraq söyləyirik ki, bugün məktəb direktorlarının daxili şəkildə verdiyi bu qərarlar, yəni uşaqların məktəbdən kənar saxlanılması, hicabda olanların qanunlarına ziddir